Son 2 həftə ərzində Şamaxı rayonunun həm şəhər mərkəzində, həm də ətraf kəndlərində əhalinin yerli idarəetmə orqanlarına qarşı narazılığı kəskin şəkildə artıb. Sakinlərin şikayətlərinin mərkəzində pay torpaqlarının suvarılmaması, bölgədə dərinləşən işsizlik problemi və Şamaxı rayon icra hakimiyyətinin problemlərə qarşı hərəkətsizliyi dayanır. Rayonun aqrar sektorunda pay torpaqları ilə bağlı ciddi mübahisələr və çətinliklər yaşanmaqdadır. Səfalı və Dəmirçi kəndlərində keçirilən son səyyar görüşlərdə sakinlərin ən böyük iddiamı əkin sahələrinin vaxtında suvarılmaması olub. Fermerlər ciddi maddi ziyan çəkdiklərini və bələdiyyələrin bu məsələdə vətəndaşların maraqlarını qorumadığını bildirirlər. Gənclər və orta yaşlı nəsl arasında iş yerlərinin tapılmaması rayonda ən aktual sosial problem olaraq qalır. Son dövrlərdə yerli idarəetmə orqanlarında aparılan struktur dəyişiklikləri çərçivəsində Şamaxı rayon icra hakimiyyəti aparatında 43 nəfər işçinin ixtisara salınması onsuz da çətin olan məşğulluq vəziyyətini daha da pisləşdirib. Sakinlər Dövlət Məşğulluq Agentliyinə müraciət edərək rəsmi işsiz statusu və müavinət almağa çalışsalar da rayonda real və daimi iş yerlərinin olmaması narazılığı pik həddə çatdırıb. Sakinlər icra başçısı Tahir Məmmədovun fəaliyyətindən də narazıdırlar. Vətəndaşlar rayonun infrastruktur problemlərinin vaxtında həll olunmamasını birbaşa icra başçısının idarəetmə fəaliyyəti ilə əlaqələndirirlər. Həm şəhər daxilində, həm də kəndlər arası yollarda uzun müddətdir davam edən təmirsizlik əhalinin hərəkətini məhdudlaşdırır. Hökumət yolların əsaslı təmiri üçün təxminən 517 min manatlıq büdcə ayırmağa məcbur qalsa da, sakinlər bu addımın çox gecikdiyini qeyd edirlər. Yerli qurumlardan ümidini üzən yüzlərlə sakin sosial problemlərini birbaşa Bakıya çatdırmaq məqsədi ilə 2026-cı ilin iyul ayı üçün təsdiqlənmiş nazirlərin və mərkəzi icra hakimiyyəti rəhbərlərinin Şamaxıdakı qəbul günlərinə kütləvi şəkildə yazılmağa başlayıblar. Qeyd edək ki, narazılıq yaradan məsələlər sosial şəbəkə üzərində aparılan araşdırma və bir xəbər medianın Gmail ünvanına göndərilən məlumatlara istinadla hazırlanıb. Araşdırmamız davam edir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.